Bismillahirrahmanirrahim. Rəhman və Rəhim olan Allahın adıyla. Salam, əziz dəyərli dostlar, tələbələr, əziz qardaşlar və bacılar, hər birinizi salamlayıram. Və bugün də davam Quran-Kərim dərslərinin davam olaraq 5-ci dərsi keçəcəyik. Bundan əvvəlki 4 dənə dərsi həm YouTube səhifəmizə, həm TikTok səhifəmizə yerləşdirmişik. Bundan əvvəlki dərslərə baxmaq istəyənlər daxil olub izləyə bilərlər. Amma sizdən xahişim həm YouTube səhifəsinə, həm TikTok səhifəmizə takip atıb, yəni abunə olub videolarımızı inşallah bəyənərsiniz. Allah razı olsun. Və qeyd etdiyimiz kimi bugün də Quran-Kərim dərslərinin ardını keçəcəyik inşallah və növbəti dərsimiz, yəni bugünkü dərsimiz 5-ci dərsdir və bir hədis demək istəyirəm. Qalə Rasulullah, Həzrət Peyğəmbərimiz buyurur ki: "Vəstəma'al Quran kətəbəllahu lehu bi kulli harfin həsənə." Kim Quran-Kərimə qulaq assa, eşitsə, hər hərfinə Allah 1000 savab yazar. Yəni Quran-ı Kərim özü həm əzəmətlidir, həm onu oxuyan, həm onu tilavət edən, həm də öyrənən, həm də onu eşidən. Hər birinə Allah savab yazır. Xeyrukum mən təalləməl Quran və alləməhu. Peyğəmbər buyurur ki, sizlərdən xeyirliniz o şəxsdir ki, həm Quranı öyrədərlər, həm Quranı öyrənərlər. Xeyirləriniz bunlardır. Bugünkü dərsimiz inşallah 4 dənə hərfimiz olacaq. Yazmışam bura. Dediyimiz kimi ərəb dilində sərbəst, əvvəl, orta və axır formalar var. Ta hərfi verdiyi səs t-dır. Va hərfi verdiyi səs z-dır. Ayn hərfi verdiyi səs ayndir, yəni bu apostrofla qeyd olunur. Qayn hərfi verdiyi səs ğ-dır. Dostlar, baxın, ta hərfi qalın hərflərdəndir. Bunun məxrəci dilin ön dişlərinin arxasıdır. Ta. Va hərfinin verdiyi məxrəc eynən tək hərflərdə olduğu kimi fə, vəl məxrəci ilə eynidir. Yəni dilin ucu iki dişlərin, ön dişlərin arxasına önünə daxil olaraq tələffüz olunur. Yəni va, və yox, va. Və ayn hərfi buna oxşar bizim dilimizdə bir səs yoxdur. Azərbaycanda səs yoxdur, amma hə hərfi ilə məxrəci eynidir. Yəni biz bundan əvvəlki hərflərdə hə hərfini keçmişdik. Boğaz hərfidir. Ayn hərfinin də məxrəci demək olar ki, hə hərfi ilə eyni. Yəni boğazın ortası. Ayn, a. Məsələn, alimə. Məsələn, arafə. Boğazın ortası. Və qayn hərfi ki, ğ səsini verir. Bu da eynən bizdə olan ğ kimidir. Qayril məğdubi aleyhim ki, orada həmən bu ğ hərfi keçir. Baxın, bunların yazılış formaları da belədir. Bir şey də nəzərə saxlayın ki, ta, va, qayn hərflərində üzərlərində fəthə keçəcək. Üzərlərində fəthə olarsa qalın oxunar. Yəni ğa, va, ta. Şimdi fəthə iki bölməsinə gəlib keçəcək inşallah. Fəthə dediyimiz kimi fəthə ə səsini verir. Məsələn, abədə. A. Fəthə babıdır. Ə işarəsi. Bu hərfini keçmişik. Bə. Də. Nə oldu? Bunu birləşdirsək. Abədə. Baxın. Abədə. Abədə. A. Ayn hərfi üstündə fəthə. A. Bu hərfi üstündə fəthə bə, dəl hərfi üstündə fəthə yəni ə saiti. Də, abədə. Məsələn, başqa bir misal, məsələn, taradə. Hər hərfə bir misal vuraq, dostlar. Məsələn, bir taya vuraq, məsələn, ta, ra, də. Ta-ra-də. Bunu birləşdirsək nə olacaq? Baxın, ta'nın əvvəl forması, ra'nın axır. Bu da dəlin sərbəst forması. Ta-ra-də. Paradə. Zaya misal vuraq, məsələn. Zəbəhə, məsələn. Bənin orta forması. Bu da hənin axır forması. Oxu işarəsi vabəhə, məsələn. Va-bə-hə. Va-bə
Və hə. Gördünüz? Ta'ya misal, va'ya misal, aynə misal, bir dənə də qaynə misal vuraq. Məsələn, qadabə. Həmin o qeyril məğlubidən. Qadabə, məsələn. Qa, əvvəl forma. Qa, ba, dad hərfini keçmişdi. Dostlar. Dad hərfini biləndə bil keçmişdi. Qa, qa, ba, bə. Onu da birləşdirsək belə olacaq. Baxın. Qa, ba, bə. Qa, ba, bə. Qababə. Qa, ba, bə. Qababə. Qababə. Yaxşı dostlar. Bu misallar bu qədər qala. Bunların 4 şəkilli olmasının mənası da budur ki, dostlar. 4 şəkilli olmağın mənası budur ki, yəni, məsələn, ta hərfinin sərbəst forması, ta hərfi, məsələn, bu sərbəst forma Quranda işlənir, gəlir. Məsələn, bir söz gəlir ki, 2 şəkilli hərflərdən biri gəlir, ta hərfi sərbəst yazılır. Məsələn, ta'nın əvvəl forması bu cürdür. Məsələn, söz ta'dan başlayır, ta'dan, məsələn, deyim. Məsələn, orta forma mənası budur ki, yəni, baxın, bu orta ta'dır. Bir söz, məsələn, deyin ki, həm ortada t hərfi olsun. Məsələn, bəsət, məsələn, bətənə, məsələn, bətənə. T hərfi görürüz ortadadır. Yəni, buna sağdan da söz hərf birləşir, solda, axırdan da. Və axır da mənası budur ki, söz buna birləşir, söz bağlanır. Yəni, hərflər buna bitişir, ta'ya, söz bağlanır. Məsələn, səbət, məsələn, səbəta, məsələn, üzr istəyirəm, səbəta deyək, səbət. Məsələn, səbətdə bir misalını vuraq, məsələn, baxın, s, b, baxın. Gördünüz, söz bağlanır. Sə-bə-ta, məsələn, səbəta. Biz oxuyanı, qutananı deyirik ki, bunu sakin edirik, o heç. Səbəta, səbət. Aydın oldu, bu da belə.